Ermənistanın son 30 ildə ərazilərimizdə həyata keçirdiyi terrorçuluq, vandalizm əməlləri çox şaxəli olmaqla siyasi, hüquqi, iqtisadi, ekoloji cinayətlərin kompleksini formalaşdırıb. Azərbaycanın zəfər tarixinin yazılması ilə dövlətimiz bütün bunların beynəlxalq instansiyalara çatdırılmasını təmin edəcək. Bu fikirlər Laçın şəhərinin və ətraf kəndlərinin Azərbaycana təhvil verilməsi ilə əlaqədar sosial tədqiqatlar, eləcə də beynəlxalq münasibətlərin təhlili mərkəzlərində keçirilən konferanslarda səsləndirilib. 44 günlük vətən müharibəsində Azərbaycan dünyaya qüdrətli ölkə olduğunu bir daha sübut etdi. Ali Başkomandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuz 30 il düşmən tapdağında olan torpaqlarımızı işğaldan azad etdi. Hərb meydanındakı qələbələrin diplomatik müstəviyə transferi isə uğurla davam edir. Sosial Tədqiqatlar Mərkəzində keçirilən Laçın və Laçın yolu vətən müharibəsində qələbənin strateji vektoru adlı dəyirmi masa da bu mövzuya həsr edilib. Sonraki mərhələdə biz Ermənistanı sülhə məcbur etmə strategiyasında uğurla həyata keçirməyə başladıq. Hesab edirəm ki, bu strategiyada artıq yekun nöqtəsinə yaxınlaşmaqdadır. Qeyd olunub ki, ermənilərin Laçın rayonu ərazisində yerləşdirilməsi beynəlxalq cinayətdir. Bu cür əməllərin müharibə cinayəti olması həm beynəlxalq hüquqda, həm də ölkələrin daxili qanunvericiliyində əksini tapıb. 4 sayılı Cenevra Konvensiyası, yəni mülki əhalinin müharibə dövründə müdafiəsi haqqında konvensiyanın 49-cu maddəsi işğalçı dövlət tərəfindən işğal altında olan ərazilərə öz əhalisinin bir hissəsinin yer edilməsini qətiyyən qadağan edir. Ermənistanın da iştirakçısı olduğu bir sayılı əlavə protokol bu cür əməlləri beynəlxalq humanitar hüququn ciddi pozuntusu və müharibə cinayəti kimi qiymətləndirilir. Digər razılaşmalarda olduğu kimi 10 noyabr bəyanatının da bəndlərinin icrasından yayınmağa çalışan, onları manipulyasiya edən Ermənistan qisas əməliyyatından sonra öhdəliklərinin bir qisminə əməl etməyə başladı. O cümlədən Laçın məsələsində. Azərbaycanın həyata keçirdiyi qisas əməliyyatı yeni şərtlər formalaşdırdı və ermənilər ərazilərimizi tərk etmək məcburiyyətində qaldılar. Əks təqdirdə ermənilər bu günə qədər də üç tərəfli bəyannaməni manipulyasiya etməklə siyasi, diplomatik terror törədirdilər. Eyni zamanda Azərbaycanı siyasi, diplomatik yolla şantaj edirdilər. Laçında davam edən ekoloji terror və mədəni abidələrə qarşı vandalizm, Ermənistanın həyata keçirdiyi qanunsuz məskunlaşdırma məsələləri də diqqət mərkəzində olub. Hazırki dövrdə biz erməni vəhşilikləri bilavasitə həm özümüz şahid oluruq, həm dünyaya onu göstərə bilirik. Bütün dünyadan müxtəlif peşə sahibləri, birliklər, beynəlxalq təşkilatlar davamlı mütəmadi olaraq Qarabağa onların səfərləri təşkil edilir və onlar gözləri ilə ermənilərin törətdiyi vəhşiliklərin şahidi olurlar. Laçın, post-münaqişə dövrünün yeni mərhələsi. Beynəlxalq münasibətlərin təhlili mərkəzində toplaşan politoloqlar məsələni artıq bu istiqamətdə təhlil etdilər. Mərkəzin idarə heyətinin sədri Fərid Şəfiyev bildirdi ki, 1992-ci ildə işğaldan əvvəl Laçın əhalisinin 99%-i Azərbaycanlılar olub. Orada cəmi 300-ə qədər erməni yaşayıb. İşğaldan sonraki dövrdə Laçına Suriya və Livandan qanunsuz ermənilər köçürülüb. Onlar özləri də bunu etiraf edirlər. İndi erməni diasporu səs-küy salır ki, bu insanlar ikinci dəfə qaçqın düşürlər. Bu, qanunsuz məskunlaşdırma olub. Kəlbəcərdə şahidi olduğumuz dağıntıların eyni təkrarını biz təəssüf ki, Laçında yaşayırıq və hər biriniz görürsünüz ki, orada nələr baş verir. Azərbaycan bu məsələdə çox qərarlıdır və Laçının strateji önəmi hamıya bəllidir. Laçın şəhəri, Zabux və Sus kəndlərinin Azərbaycanın nəzarətinə keçməsi ümumən Cənubi Qafqazda təhlükəsizlik mühitinə böyük töhfə verəcək. Nəzarətə götürülən Qırxqız və Sarıbaba yüksəkliklərindən yeni çəkilən Laçın yoluna tam nəzarət mümkündür. Sərsəng su anbarına gedən yollar da nəzarətə götürülüb. Rüstəm Mikayılzadə, Orxan Qasımlı, Zaur Həşimov, Orxan Ağazadə, Könül Məmmədova, ASTV Xəbər.